əvvəl onu yadınızda saxlayın ki, bütün quantifierslər indi izah edəcəklər. Yalnız iki növ isimlərlə işlənir. Ya cəm isimlə işlənəcək, tək isimlə heç nə işlənmir. Ya da sayılmayandan. Ya cəm, ya sayılmayan. Tək isimlə, yəni qarşısında artiklı olsun, sayılan tək olsun, heç bir quantifiers'ımız belə bir, yəni indi izah edəcəyim quantifiers'ların heç biri sayılan tək isimlə işlənmir. E-book, e-pen, belə bir sözlərimizlə, bu isimlərimizlə quantifiers'ımız işlənmir. Quantifiers'lar işlənir nə ilə? Ya cəm isim olacaq, ya sayılmayan isim olacaq. İndi çoxdan danışırıq. Çox, birinci deyirik many. Sonra da deyəcəyik much. Hər ikisinin tərcüməsi çox deməkdir. Fərqi nədir? Many'dən sonra gəlir cəm isim. Təbii ki, sayılır ki, cəmlənir. Sonra much'dan sonra gəlir sayılmayan isim. İndi deyirəm ki, many books. Mütləq. Mavi verə bilərsən mənə zəbt olmasa? Bax, bu S-in altından mütləq tək çəkirik. Many books. Gördün mü? Bax, bu many books. İndi much'a aid bir dənə nümunə. Sayılmayan isimlərdə nə görürüm? Yusif. Much tea. Sağ ol. Much tea. Deməli, hər ikisində tərcümə eynidir. Çox. Çoxlu kitablar, çoxlu çay. Deyirəm, misal üçün, mətbəxdə çoxlu çaylar tökmüşəm, indi qonaqlarımız gələcək bu mənada. Bu, belə, indi bunun tərsi var. Az. Deməli, many'nin antonimi few və ya a few. Arasında fərqi izah edəcəm sonra. Much'ın antonimi ya little və ya a little. İndi hər ikisinin də tərcüməsi az deməkdir. İndi few'dan sonra və ya a few'dan sonra gəlir cəm isim. Bu, bunun antonimidir. Çox kitab, az kitab. Deyirəm, few books. Olsun, a few books tutaq ki. İndi keçdik, az çay. A little tea. Deməli, nələr bir-birinin antonim oldu? Much'la little a little. Many'lə few, a few bir-birinə antonim oldular, tərsi oldular. Deməli, bu birinci quantifiers haqqında olan məlumatlarımız idi. Çox sözümüz nə oldu? Many, much. Az nə oldu? Few, a few. Little, a little. Hamısından sonra necə isim işlədirik biz? Ya isim sayılmayan olmalıdır, ya cəm olmalıdır. İndi Yağmur, many'dən sonra necə isim gəlir? Few, a few'dan sonra. Yusuf, much'dan sonra necə isim? Little, a little-da. Aha, so. Bura qədər kiminsə mənə sualı var. Buyur qızım. İndi o ikinci hissəyə keçik. Bax, bura qədərimiz hər şey aydın. İndi keçdik ikinci hissəyə. Görək ki, bax, bu necə oldu? Artiklı uşaqlarda sual doğurur. S olan, non olur. Və ya bu few nə deməkdir? Bu dərsimizin birinci hissəsi. İndi keçirik ikinci hissəsi. Qarşıda duran bir artikel deyil, simvolik bir, belə deyim, sizə işarədir. Əgər qarşıda varsa, yəni biz ona artikel deyil, amma siz onu simvolik işarə olaraq qəbul edin. Qarşıda artikeli varsa, bu sizə tərcümə verir, kifayət edir. Qarşıda artikel yoxdursa, bu deməkdir ki, bərabərdir no, yoxdur. İndi deyirəm, Yağmur, get mənə mətbəxdən su gətir. Elə fərz edin ki, bunu əyani başa salım. 3 dənə stakan çəkmişəm.
Yağmur gedir, mavidir də bu eləmi? Bax, bu ağzına qədər dolu stakanı gətirir. Bu olur much water. Ağzına qədər doludur. İndi yağmur gedir, bax, bura qədər gətirir. A little. Susuzluğumu kəsmir, amma eybi yoxdur, içində bir 3 qurtum su var. Mənə kifayət eləyər. Bu olur a little water. Biri də var, yağmur gedir, 2 damcı stakanda su gətirir. Bu deməkdir ki, yağmur deyil, mənə stakanı boş gətirdi. Bərabərdir no'ya, içində su yoxdur. Bu nədir? Little'dır. Deməli, doludur, çoxdur, much water. Kifayət eləyər də, eybi yox, susuzluğumu kəsər, azdan eybi yox. A little, bizə müsbət azlığı verir, kifayət eləyər. Amma ümumiyyətlə içində heç nə yoxdur. Bərabərdir no'ya, little water. Burası okey? İndi keçdik few'ya. Sayılmayanlar problem değil de sayılanlarda uşaqlıqları çox çaşdıran bir şey var. Few'dan sonra cəm isim gəlir. Uşaqlar çox sual verirlər ki, necə olur müəllimə? A few books deyirsiniz. Axı artikelından sonra cəm olmaz. Yanınızda saxlayın. Burada mən yenə qeyd edirəm. Artikel deyil, simvolik işarədir ki, sizə göstərir azdır, amma bizə kifayət edən azdır. Kifayət edər. Amma few isə bərabərdir yoxluğa, no'ya. İndi bu nə deməkdir? Bunu izah edim. Deməli, sentyabr ayında imtihana hazırlaşıram. Belə bir, tutaq ki, bir paçka belə vərəqlərim var. Tutaq ki, bu olsun bir 100 dənə belə vərəqim var. Mən bunu, ekonomiyanın işlədə testlərimi, qeydlərimi bura yazacağım. İndi dəftər almağa imkanım yoxdur da, bu 100 dənə belə vərəqlərim var. Ekonomiyanın işlədə mən bunu may ayına qədər, imtihana qədər çatdıracağım. Bu azdır, düzdür, dəftərim olsa daha yaxşı. Bu azdır, amma eybi yox, mənə kifayət edər. Bu olur a few papers. İndi biri də var ki, sentyabr ayıdır. Cəmi 5 dənə A4 vərəqim var. Sizcə bu mənə nə, düz may ayına qədər bəs eləyə bilər? Yox. O demək ki, demək olur ki, mənim dəftərim yoxdur da. Bu olur few bərabərdir no'ya. Yəni, nə ki, heç əlində yoxluğa bərabərdir. Elə sən o vərəqləri yenidən cıraqda, demək ki, sənin dəftərin yoxdur, vərəqin yoxdur. Nə ki, no'ya bərabərdir, o təkcə işlənən few və ya little. Demək ki, tək olan few və tək olan little no'ya bərabərdir, yoxluğa bərabərdir. Qarşıda duran müsbətlik bizə kifayət edər anlayışı verir. Cəm isim gəlir, elotofdan sonra da sayılmayan isim gəlir. Elotof əvəz edə bilir menini də, elotof əvəz edə bilir maçı da. Amma hansı halda əvəz edə bilir? Yalnız nəqli cümlə. Yəni, yalnız nöqtə, nəqli cümlədə elotofu işlədə bilərsiniz. Meni ilə maçda fərqi yoxdur. Hər növ cümlələrdə, istər sual, istər nəqli, istər inkar cümləsini işlədə bilərsiniz cümləri. Amma elotof yalnız nəqli cümlələrdə işlənir. İndi keçir, deyirəm ki, I have a lot of books. Burada a lot of'un yerinə işlədə bilərdim hansı sözü? Many. Testlərdə ikisini də qoymazlar. Çünki ikisi də doğru variantdır. I have ya many books deyə bilərsiniz, ya a lot of books deyə bilərsiniz.
İndi mən bunu sual cümləsinə çevirmək istəyirəm. Do, niyə mən do-dan sual verdim, have-dan sual vermədim? Got yoxdur. Do I have? İndi a lot of-la sual verə bilmərəm. Çünki a lot of yalnız nəqli cümlədə işlənir. Do I have many books? İnkarda da I don't have many books. Yəni a lot of-u siz sual və inkar cümləsində görə bilməzsiniz. İndi digəri eləyəcək. Misal üçün deyək, I have a lot of milk. Misal üçün, mənim çoxlu südüm var. İndi buna sual vermək üçün Do I have much milk? aha, a lot of-un əvəzləyib much-la, sualda do I have much milk, inkarda I don't have much milk. So, deməli, a lot of yalnız nəqli cümlədə bunların yerində işlənə bilər, amma sualda, inkarda işlənə bilməz. Amma many ilə much-da elə bir şey yox. İstənilən tip cümlədə işlənə bilər. Bugünkü dərsimiz budur.